Son dövrlər bəzi banklarda tətbiq edilən kredit şərtləri narazılıq doğurur. Belə ki, borc götürən vətəndaşlar maliyyə çətinliyi səbəbindən kredit ödəyişlərini vaxtında edə bilmədikdə təkcə əsas borcu yox, artıq hesablanmış faizlərə də yenidən faiz tətbiq olunduğu iddia edilir. Bu isə borcun sürətli artmasına və ödənişlərin daha da çətinləşməsinə səbəb olur. Mövzu ilə bağlı bizim mediaya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən bankların faizdən faiz tutması ümumilikdə qanuni hesab edilmir. Bunun sözlərinə görə əsas prinsip ondan ibarətdir ki, yalnız əsas borc məbləği üzrə faiz hesablanması mümkündür. Ödəniş gecikdikdə isə bank tərəfindən pinya və ya gecikmə faizi tətbiq oluna bilər. Lakin artıq hesablanmış faiz məbləğinin üzərinə yenidən faiz əlavə edilməsi yalnız kredit müqaviləsində açıq və dəqiq şəkildə göstərildiyi halda mümkün sayılır. Ekspert vurğulayıb ki, əgər kredit müqaviləsində bu şərt aydın şəkildə qeyd olunmayıbsa və ya borc alan üçün həddindən artıq ağır nəticələr yaradırsa, məhkəmə həmin faizi qanunsuz hesab edərək ləğv edə bilər. Məhkəmə təcrübəsində bir çox hallarda yalnız əsas borc, əsas faiz və ağlabatan gecikmə cəriməsi saxlanılır. Faizdən faiz isə çıxarılır. Bu məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi də aydınlıq gətirib. Məhkəmənin mülki kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun tam qaytarıldığı günədək hesablanmalıdır. Ali Məhkəmənin qərarında qeyd olunur ki, məhkəmə qərarı ilə tutulmuş faiz borcu hüquqi mahiyyətinə görə əsas borca çevrilmir. Bu səbəbdən həmin faiz məbləği üzərindən yenidən gecikdirmə faizinin hesablanması qanunvericiliyə ziddir və borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və hallarla qarşılaşan vətəndaşlara kredit müqaviləsini diqqətlə yoxlamaq, bankdan yazılı izah tələb etmək və zərurət yarandıqda məhkəməyə müraciət etmək tövsiyə olunur.